Kur'an əhli Əlixan Musayev. Rasulullah sallallahu aleyhi ve sellem dedi, İnsanlar arasında Allah'ın seçilmiş kullar vardır. Sahabeler soruştular, kimlerdir onlar ya Resulullah? Resulullah buyurdu, onlar Kur'an ehlidir. Allah'ın sevdiği ve seçtiği kullarıdır. Musned İmam Ahmed 1556. Qur'an-ı Kərimin nazil olması ve kitap halına salınması tarixi. Qur'an-ı Kərim Uca Allah'ın Muhammed Peyğəmbərə Cebrail mələyin vasitəsilə vəhy etdiyi kəlamıdır. Bu içində heç bir şək şübhə olmayan, doğru yol göstərən, nur saçan, şəfa verən mübarək bir kitabdır. O kitab ki, məhz onun sayəsində qəlblər rahatlıq tapır. Bu kitab xüsusunda Allahın elçisi sallallahu aleyhi ve sellem belə demişdir. Bu Qur'an bir ipdir. Onun bir ucu Allahın əlində, digər ucu isə sizin əlinizdədir. Elə isə ondan möhkəm tutun. Siz ondan möhkəm tutduqca əsla zəlalətə düşməz və heç vaxt həlak olmazsınız. İslam ümmətinin əvvəlinciləri və sonra gələnləri bu kitaba xüsusi xidmət göstərmiş, Allahın izni ilə onu həm hafizələrində, həm də yazılı şəkildə qoruyub saxlamışlar. Bu xüsusda Qur'anda belə buyurulur. Şübhəsiz ki, zikri biz nazil etdik və əlbəttə biz də onu qoruyacağıq. Əl-Hicr surəsi 9-cu ayə. Səhabələr onu Peyğəmbərdən ayə və ayə öyrənib yadda saxlamış, onun tələblərini yerinə yetirmiş və onu başqalarına öyrətmişdilər. Peyğəmbərin səhabəsi Abdullah ibn Məsud demişdir. Biz Peyğəmbərdən 10 ayə öyrənib əzbərləməyincə və onların tələblərini yerinə yetirməyincə digər 10 ayəni öyrənməzdik. Sahabələrdən sonra gələnlər də o dövrdən indiyədək bu mübarək kitaba xidmət etmişlər. Qur'anın təfsiri onun fəzilətləri xüsusunda, ha belə nəsx və mənsux ayələr, ayələrin nazil olma səbəbləri, muhkəm və mütəşabih ayələr barədə yüzlərlə kitab yazılmışdır. Bu mübarək kitaba xidmət etməyin fəziləti xüsusunda Peyğəmbər belə buyurmuşdur. Ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəninizdir. Qur'ana xidmət etmiş və edən kəslərin fəziləti barədə rəvayət edilmiş bir hədisdə Peyğəmbər belə demişdir. İnsanlar arasında Allahın əzizləri vardır. Səhabələr soruşdular, kimlərdir onlar ya Resulullah? Peyğəmbər dedi, Qur'an əhli, onlar Allahın əzizləri və onun ən yaxınlarıdır. Burada Qur'an əhli deyildikdə onu əzbərləyən, gündəlik olaraq onu oxuyan, içində buyurulanlara əməl edən və onu başqalarına öyrədən kimsələr qəsd edilir. Qur'ana xidmət etmiş möminlərə gəlincə, əlbəttə ki, onların ən fəzilətlisi Peyğəmbərimizdir. Rasulullah Allahın ona etibar etdiyi bu əmanəti 23 il ərzində insanlara və cinlərə təbliğ etmişdir. Onun dövründə Qur'anı əzbər bilən və onun mənasını anlayan minlərlə səhabə olmuşdur ki, onların hamısı Qur'an ayələrini dinləyərək əzbərləyirdilər. İçərilərində az sayda yazıb oxumaq bilən var idi ki, Peyğəmbər onların bir qisminə Qur'anı yazıya köçürməyi tapşırmışdı. Qur'anı yazan katiblərdən ən məşhurları Əbu Bakır Əs-Siddiq, Ömər ibn Əl-Xəttab, Osman ibn Affan, Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Zeyd ibn Səbit, Ubey ibn Kəb və digərləridir. Həmin dövrdə səhabələr Qur'an ayələrini yalnız pak və daşınması əlverişli olan materiallar üzərində yazardılar. Buna ağac gövdəsinin qabığını, ağac yarpağını, pak dərini, parçanı və ya kağızı, dəvənin və ya qoyunun kürək sümüyünü, yaxud qabırğasını, yüngül daş parçasını və s. bənzər əşyaları misal çəkmək olar. Qeyd edək ki, səhabələr Qur'anı gözəl avazla oxumağa çalışırdılar. Çünki bu xüsusda Rasulullah belə demişdir. Qur'anı öz səsinizlə gözəlləşdirin. Şübhəsiz ki, gözəl səs Qur'anın ancaq gözəlliyini artırar. Gözəl səs Qur'anın zinətidir. Qur'anı avazla oxumayan kəs bizdən deyildir. Hərçənd səhabələrin hamısı Qur'anı gözəl avazla oxusa da, Rasulullah ilahi kəlamı xüsusi olaraq səhabələrinin bəzisindən öyrənməyi tövsiyə edər. O şəxsləri tərifləyər, hətta Qur'anı onlardan dinləməyi xoşlayardı.
Bu xüsusda Peyğəmbər belə buyurmuşdur. Qur'anı 4 nəfərdən öyrənin. Abdullah ibn Məsuddan, Huzeyfənin azad etdiyi köləsi Salimdən, Muaz ibn Cəbəldən və Ubey ibn Kəbdən. Digər bir hədisdə xəbər verilir ki, Abdullah ibn Məsud demişdir. Bir gün Peyğəmbər mənə belə buyurdu. Mənə Qur'an oxu. Mən dedim, ya Rasulullah, Qur'an sənə nazil olduğu halda onu sənə mən mi oxuyacağam? Peyğəmbər dedi, bəli, mən onu başqasından dinləməyi xoşlayıram. Mən ona Ən-Nisa surəsini oxumağa başladım. Nəhayət bu surədəki biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq ayəsinə çatdıqda Peyğəmbər mənə kifayətdir dedi. Mən başımı qaldırıb baxdım ki, Peyğəmbər ağlayır. Başqa bir hədisdə rəvayət edilir ki, Bureydə ibn Husayb Əl-Əsləmi belə demişdir. Bir gecə mən məscidə gəldim və Rasulullahın məscidin qapı önündə durduğunu gördüm. Baxdım ki, bir nəfər məsciddə namaz qılır və Qur'anı yüksək səslə oxuyur. Rasulullah məndən soruşdu, ey Bureydə, səncə bu adam riyakarlıq edirmi? Dedim, Allah və onun Rəsulu daha yaxşı bilir. Onda Rasulullah dedi, xeyr, bu adam əsl mömindir. Ona Davud Peyğəmbərin səsi kimi məlahətli bir səs bəxş edilmişdir. Sonra mən məscidə daxil oldum və gördüm ki, bu şəxs Əbu Musa Əl-Əşəridir. Yenə rəvayət edilir ki, bir gün Peyğəmbər Ubey ibn Kəbə dedi, Allah mənə kitab əhlindən və müşriklərdən inkar edənlər surəsini sənə oxumağımı buyurdu. Ubey soruşdu, Allah mənim adımı çəkdi? Peyğəmbər bəli deyə cavab verəndə Ubey ağlamağa başladı. Yenə bir rəvayətdə xəbər verilir ki, bir gecə Useyd ibn Hudeyr Əl-Bəqərə surəsini oxuyurdu. Atı da onun yanında yerə bağlanmışdı. Birdən at təşvişə düşüb şahə qalxdı. Bunu görən Useyd sustu, at da sakitləşdi. Sonra o oxumağına davam etdi və at yenə təşvişə düşüb şahə qalxdı. Useyd sustu, at da sakitləşdi. Sonra o yenidən oxumağa başladı və at yenə də həyəcanlanaraq şahə qalxdı. Bundan sonra o daha oxumadı. Həmin vaxt Useydin oğlu Yahya atın yaxınlığında idi və Useyd qorxdu ki, at uşağı tapdalayar. Useyd uşağı yanına çəkdikdən sonra başını göyə qaldırdı. Lakin aydın bir şey görə bilmədi. Səhəri gün Useyd bu hadisəni Peyğəmbərə danışdı. Peyğəmbər ona, oxu ey Hudeyr, oxu ey Hudeyr deyə buyurdu. Useyd dedi, ya Rasulullah, Yahya atın yanında idi. Mən də qorxdum ki, at onu tapdalayar. Odur ki, oxumağı dayandırıb ona tərəf getdim. Başımı qaldırıb göyə baxanda buluda oxşar bir şey gördüm. Onun içərisində qəndillərə bənzər şeylər var idi. Sonra onlar yox oldular. Peyğəmbər dedi, bilirsən onlar nə idi? Useyd xeyr deyə cavab verdi. Peyğəmbər dedi, onlar mələklər idi, sənin səsinə qulaq asmaq üçün yaxınlaşmışdılar. Əgər sən oxumağına davam etsəydin, səhər insanlar onları görər və onlar insanlardan gizlənməzdilər. Qur'an-ı Kərimin mərhələlərlə qorunub saxlanılması. Birinci mərhələ Qur'anın göydə qorunmasıdır. Qur'anda belə buyurulur. Həqiqətən bu ehtirama layiq Qur'andır. O qorunub saxlanılan bir kitabdadır. Əl-Vaqiə surəsi 77-88. Bu ayədə kitab deyildikdə lövh-i məhfuz qəsd edilir. Qur'anın lövh-i məhfuzda olması barədə digər ayədə belə buyurulur. Bəli, bu şanlı Qur'andır. O, lövh-i məhfuzdadır. Əl-Buruc surəsi 21-22. Qur'anın bu ali məqamda qorunması üçün yalnız mələklərə o pak səhifələrə toxunmağa izin verilir. Bu xüsusda Qur'anda belə xəbər verilir. Bu Qur'an kəramətli, yüksək və pak səhifələrdədir. O səhifələr elçilərin, möhtərəm və müti mələklərin əllərindədir. Əbəsə surəsi 13-16. İkinci mərhələ Qur'anın nazil olarkən qorunmasıdır. Bu xüsusda Qur'anda belə xəbər verilir. Cinlər dedilər, biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb yaxan alovlarla dolu olduğunun şahidi olduq. Halbuki daha öncə biz mələklərin söhbətinə qulaq asmaq üçün göyün bəzi yerlərində oturardıq. Amma kim indi onları dinləmək istəsə, o pusquda gözləyən, yandırıb yaxan alova rast gələr.
Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onlara doğru yola yönəltmək istəmişdir. Əl-Cin surəsi 8-10. Üçüncü mərhələ Qur'anın yer üzünə nazil olduqdan sonra qorunmasıdır. Uca Allah Qur'anı yer üzündə öz Peyğəmbərinin və onun davamçılarının vasitəsilə qoruyub saxlamışdır. Bu xüsusda Qur'anda belə buyurulur. Cəbrail Qur'anı sənə nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə. Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra onu izah etmək də sözsüz ki, bizə aiddir. Əl-Qiyamə surəsi 16-19. Digər ayədə də belə buyurulur. Biz sənə Qur'anı oxudacaq və sən onu unutmayacaqsan. Əl-Əla surəsi 6-cı ayə. Səhih hədislərdə xəbər verilir ki, Peyğəmbər Qur'anı gecə namazlarında əzbərdən oxuyar, habelə hər Ramazanda Cəbrail ilə birlikdə onu əvvəldən axıradək təkrarlayardı. Hər hansı bir surə və ya ayə nazil olduqda onu səhabələrinə öyrədər, sonra da onları bu ayələri bilməyənlərə öyrətməyi təşviq edib deyərdi. Ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəninizdir. Bundan bizə aydın olur ki, Uca Allah Qur'anı yer üzündə Peyğəmbər və onun səhabələri vasitəsilə hər cür təhrifdən qorunmuşdur. Qur'anı yer üzündə qoruyan əsas amillərdən biri onun ecazkar nizamlı üslubda olmasıdır. Odur ki, bütün insanlar bir yerə toplaşsalar belə, Qur'andakı bir surənin, hətta bir ayənin bənzərini ortaya qoymaqda aciz qalarlar. Bu xüsusda Qur'anda belə buyurulur. İnsanlar və cinlər bu Qur'ana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər. Əl-İsra surəsi 88-ci ayə. Yoxsa Muhammed onu özündən uydurub, deyirlər. Əgər doğru danışırsınızsa, ona bənzər uydurulmuş 10 surədə siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın. Hud surəsi 13-cü ayə. Yoxsa Muhammed onu özündən uydurub, deyirlər. Əgər doğru deyirsinizsə, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa kimi bacarırsınızsa köməyə çağırın. Yunus surəsi 38-ci ayə. Qur'anın davamlı olaraq dünyanın hər yerində müsəlmanlar tərəfindən əzbərlənməsi, namazlarda, ələxsusda gecə namazlarında oxunması, şəriətə aid araşdırma və hökmlərin Qur'an ayələri ilə əsaslandırılması, onun hafizələrdə qorunması səbəbləridir. Qur'an-ı Kərimin kitab halına salınmasının mərhələləri. Birinci mərhələ Qur'anın Peyğəmbərin dövründə yazılmasıdır. Ümumiyyətlə, Qur'anın yazı formada kitab olmasına dair Qur'anda və hədislərdə neçə dəlillər vardır. Məsələn, bu qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. Əl-Bəqərə surəsi 2-ci ayə. Bu dəlil pak səhifələri oxuyan Allahın göndərdiyi rəsuldur. O səhifələrin içində doğru yazılar var. Əl-Bəyyinə surəsi 2-3. Səhih hədisdə xəbər verilir ki, Peyğəmbər Qur'anı düşmən ölkəsinə aparmağı qadağan etmişdir. Səhih Əl-Buxari 2990. Başqa bir hədisdə Peyğəmbər belə demişdir. Məndən eşitdikləriniz içində Qur'andan başqa heç nə yazmayın. Kim Qur'anla yanaşı başqa bir şey yazmışdırsa, qoy yazdıqlarını silsin. Səhih Müslim 3004. Qeyd edək ki, bu əmr İslamın əvvəlində olmuşdur. Peyğəmbərin belə deməsinin səbəbi də o idi ki, Qur'ana başqa kəlam qarışmasın. Ancaq bu heç də o demək deyil ki, Peyğəmbər səhabələrinə onun hədislərini öyrənib yadda saxlamağı qadağan etmişdir. Əksinə, hədisləri təbliğ edənləri tərif edib demişdir. Allah mənim hədisimi eşidib yadında saxlayan və onu eşitdiyi kimi başqalarına çatdıran kimsənin üzünü nurlu edər. O, səhabələrinə həm də belə buyurmuşdur. Qoy sizlərdən hədislərimi eşidənlər, onları eşitməyən kimsələrə danışsınlar. Daha sonra Peyğəmbər səhabələrinə hədisləri də yazmağa izin vermişdir. Rəvayət edilir ki, Abdullah ibn Amr demişdir. Mən Rasulullahdan eşitdiyim hər sözü yazırdım ki, onları əzbərləyim. Qureyşlilər mənə etirazlarını bildirib dedilər. Sən Rasulullahdan eşitdiyin hər sözü yazırsan? Axı o həm qəzəbli, həm də razı olduğu halda sözlər danışır.
Bundan sonra mən yazmağı dayandırdım və bunu Peyğəmbərə bildirdim. Onda Peyğəmbər barmağı ilə ağzına işarə edərək belə buyurdu. Yaz, canım əlində olan Allaha and olsun ki, buradan ancaq haqq söz çıxır. Qur'anın yazı halına salınmasına işarət edən dəlillərdən biri də Bəra ibn Azibin rəvayət etdiyi hədisdir. O demişdir, möminlərdən evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar ayəsi nazil olduqda, Peyğəmbər Zeyd ibn Sabiti çağırıb bu ayəni ona yazdırdı. Elə bu vaxt İbn Ummu Məktum gəlib Peyğəmbərə gözlərinin görməməsi səbəbindən döyüşməyə qadir olmadığı haqda şikayət etdi. Onda uca Allah üzürlülər istisna olmaqla kəlməsini nazil etdi. Yəni ayə bu şəkildə oldu. Möminlərdən üzürlülər istisna olmaqla, evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Yenə bir rəvayətdə xəbər verilir ki, Osman ibn Affan demişdir. Surələr Peyğəmbərə hissə-hissə nazil edilirdi. Bəzən ona vəhiy şəklində edildikdən sonra o vəhiy katiblərini çağırıb deyərdi. Bu ayələri filan surədəki filan ayələrin yanına yazın. Peyğəmbərimizin dövründə Qur'anı yazan məşhur səhabələr bunlardır. Əbu Bakır Əs-Siddiq, Ömər ibn Əl-Xattab, Osman ibn Affan, Əli ibn Əbu Talib, Abdullah ibn Məsud, Əbu Zeyd, Zeyd ibn Sabit, Ubey ibn Kəb, Muaviyyə ibn Əbu Sufyan, Zubeyr ibn Əl-Affam, Sabit ibn Qeys ibn Şəmməs, Muğira ibn Şəubə, Muaz ibn Cəbəl, Hənzələ ibn Ərrabi Əl-Əsədi, Abdullah ibn Rəvahə, Şərəhbil ibn Həsənə, Muaykib ibn Əbu Fatimə, Abdullah ibn Əl-Ərkam Əz-Zuhri, Xalid ibn Səid ibn Əl-As, Əbban və digərləri, Allah onların hamısından razı olsun. Peyğəmbər hələ həyatda ikən onun göstərişi ilə katiblər Qur'anı səhifələrə yazmış, sonra da yazdıqları hər bir ayəni ona oxumuşlar. Həmin dövrdə Qur'anı kitab halına salmağa ehtiyac olmadığından, başqa sözlə desək, müsəlmanlar arasında Qur'an hafizləri çox olduğundan, üstəlik onun qiraəti xüsusunda müsəlmanlar arasında fikir ayrılığı olmadığından hər hansı bir ixtilaf baş verməmişdir. Rəvayət edilir ki, Zeyd ibn Sabit demişdir, Peyğəmbər vəfat etdiyi zaman Qur'an kitab halına salınmamışdı. İkinci mərhələ Qur'anın yazıldığı səhifələrin Əbu Bakrın xilafəti dövründə cəm edilməsidir. Bunun səbəbi həmin vaxt kafirlərə qarşı olan döyüşlərdə, xüsusilə də Yəmamə döyüşündə qarilərin çoxunun şəhid olması idi. Təbii ki, Əbu Bakır da böyük səhabələrlə məşvərətdən sonra bu məsuliyyətli işə razılıq vermişdir. Yəmamə döyüşündə qarilərin çoxunun şəhid olduğunu görən Ömər, Qur'anın kitab halına salınmasını Əbu Bakıra təklif etmiş, o da bir müddət götür-qoy etdikdən sonra buna razılıq vermiş və Qur'an səhifələrini bir yerə toplamağı Peyğəmbərin zamanında Qur'an katiblərindən olmuş Zeyd ibn Sabitə tapşırmışdır. Zeyd ibn Sabit bu səhifələri bir yerə toplamış və hər bir ayəni ən azı 2 səhabənin hafizəsində olanlarla tutuşduraraq dəqiqləşdirmişdir. Zeyd ibn Sabitin bütün ayələri bir yerə toplaması və bu yazılarda olan ayələri qarilərin hafizəsində olanlarla dəqiqləşdirməsi düz 15 ay davam etmişdir. Bununla da Qur'an-ı Kərim Əbu Bakrın sağlığında ikən bir yerə cəm edilmişdir. Qur'an-ı Kərimin yazıldığı səhifələr bir yerə cəm edildikdən sonra Əbu Bakır bu yazılı səhifələri Mushaf adlandırır. Mushaf səhifələrin məcmusu deməkdir. Bu mushaf əvvəlcə Əbu Bakrın evində, onun vəfatından sonra isə Ömər ibn Əl-Xəttabın evində qorunmuşdur. Əli ibn Əbu Talib Əbu Bakrın bu əməlini tərifləyərək demişdir. Allah Əbu Bakra rəhmət etsin. O, Qur'anı kitab halına salanların birincisidir. Üçüncü mərhələ Osman ibn Affanın xilafəti dövründə Qur'andan bir neçə nüsxə kitab hazırlanmasıdır. Bunun səbəbi o dövrdə Qur'anın qiraəti xüsusunda bəzi müsəlmanlar arasına düşmüş ixtilaf olmuşdur. Belə ki, Huzeyfə ibn Əl-Yəmən bu haqda Osmana xəbər vermiş, o da səhabələrlə məşvərət etdikdən sonra həmin müshafdan bir neçə nüsxə hazırlamışdır.
Bununla da Əbu Bakrın dövründə cəm edilmiş mushaf hicrətin 24-cü ilində başda Osman, Zeyd ibn Sabit, Ubey ibn Kəb və digər məşhur səhabələr kimi 12 səhabənin iştirakı ilə mushaf halına salınmış və daha sonra bu mushafdan bir neçə nüsxə hazırlanıb xilafətin müxtəlif güşələrinə göndərilmişdir. Bəzi tarixçilər bu nüsxələrin sayının 5 olduğunu rəvayət etmişlər. Xəlifə Osman ibn Affan bu nüsxələrdən birini Küfəyə, birini Bəsrəyə, birini Şama göndərmiş, birini Mədinə əhalisinə vermiş, birini də özündə saxlamışdır. Bəzi rəvayətlərdə bu nüsxələrin daha çox olduğunu və bunların Məkkəyə, Yəmənə, Bəhreynə və Misrə də göndərildiyi xəbər verilmişdir. Lakin daha məşhur olan rəvayət onların sayının 5 ədəd olmasıdır. Qeyd edək ki, Osman ibn Affan bu nüsxələri o məmləkətlərə göndərdikdə, oradakı müsəlmanların yanına onlara Qur'anı düzgün oxumağı öyrədən qarilər də göndərmişdir. Abdullah ibn Əs-Saybi Məkkəyə, Muğira ibn Şihəbi Şama, Əbu Abdurrahman Əs-Süleyməni Küfəyə, Amir ibn Keysi də Bəsrəyə. Xəlifə Osmanın dövründə yazılmış mushaflardakı ərəb hərflərinin üzərində nə hərəkələr, nə də nöqtələr yox imiş. 4-cü mərhələ Əli ibn Əbu Talibin xilafəti dövründə onun göstərişi ilə Qur'andakı hərflərin üzərinə nöqtələrin qoyulmasıdır. Lakin bu nöqtələr hərflərin nöqtələri deyil, sadəcə hərflərin hərəkəsini, yəni fəthəni, kəsrəni və damməni bildirən işarələr olmuşdur. 5-ci mərhələ isə Abdülməlik ibn Mərvanın dövründə hərflərin üzərinə həm nöqtələrin, həm də hərəkələrin, yəni fəthə, kəsrə və damməni birləşdirən işarələrin qoyulmasıdır. Qara rənglə hərflərin nöqtələri, qırmızı rənglə də hərəkələri göstərən nöqtələr qoyulmuşdur. Bu vaxta qədər mushafı qoruyan İslam ümməti bundan sonra da müqəddəs kitabı göz bəbəyi kimi qoruyub saxlamış, bacardıqları qədər bu kitaba xidmət göstərmişdir. Uca Allahdan istəyimiz budur ki, bizə bu mübarək kitabı sevməyi, onu oxuyub öyrənməyi və onu başqalarına öyrətməyi, üstəlik edəcəyimiz bu əməli yalnız Allahın rizasını qazanmaq xatirinə etməyi, axirətdə də bunun müqabilində veriləcək böyük mükafata nail olmağı nəsib etsin. Qur'an-ı Kərimin fəziləti. Muhammed Peyğəmbərdən əvvəl göndərilmiş peyğəmbərlərdən hər birinin peyğəmbərliyini sübut edən dəlilləri yalnız onlarla eyni dövrdə yaşamış insanlar görmüş və bu dəlillər onlardan bir qisminin Allaha iman gətirməsinə səbəb olmuşdur. Lakin onlardan sonra gələn nəsilləri o möcüzələrə inandırmaq çətin olmuşdur. Muhammed Peyğəmbərin ən böyük dəlili isə qiyamət gününə dək qalacaq Qur'andır. Uca Allah bu mübarək kitabı Cəbrail mələyin vasitəsilə Muhammed Peyğəmbərə nazil etmiş, insanlara və cinlərə də bu kitaba iman gətirməyi əmr etmişdir. Qur'anın nə dərəcədə fəzilətli bir kitab olduğunu ən doğru şəkildə ayə və hədislər əks etdirir. Uca Allah buyurur: Həqiqətən bu Qur'an haqqı batildən ayırt edən bir kəlamdır. Ət-Tariq surəsi 13-cü ayə. Bu qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. Əl-Bəqərə surəsi 2-ci ayə. De, əgər insanlar və cinlər bu Qur'ana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb bir-birinə kömək etsələr belə, ona bənzərini gətirə bilməzlər. Əl-İsra surəsi 88-ci ayə. Biz sənə özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən kitabı haqq olaraq nazil etdik. Əl-Maidə surəsi 48-ci ayə. Bu, bizim nazil etdiyimiz mübarək bir kitabdır. Əl-Ənam surəsi 155-ci ayə. Şübhəsiz ki, zikri biz nazil etdik. Əlbəttə, biz də onu qoruyacağıq. Əl-Hicr surəsi 9-cu ayə. Biz kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yol göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik. Ən-Nəhl surəsi 89-cu ayə. Rasulullah demişdir: Peyğəmbərlər arasında elə bir peyğəmbər yoxdur ki, ona bəşəriyyətin inandığı dəlillərdən bir və ya daha çoxu verilmiş olmasın. Dəlil olaraq mənə verilmiş şey isə Allahın mənə vəhy etdiyi Qur'andır. Odur ki, qiyamət günü mənim ardıcılarımın onların ardıcılarının hamısından çox olacağına ümid edirəm. Qur'an oxuyun,
Çünki o qiyamət günü gəlib ona mənsub olanların tərəfini saxlayacaq. Çiçəklənən 2 surəni, Əl-Bəqərə və Ali İmran surələrini oxuyun. Çünki onlar qiyamət günü 2 bulud və ya cərgələrə düzülmüş 2 qatar quş kimi gəlib ona mənsub olanların tərəfini saxlayacaq. Əl-Bəqərə surəsini oxuyun. Çünki onda xeyir, bərəkət, onsuz qalmaqda isə peşmanlıq vardır. Həm də sehirbazlar onunla bacara bilməzlər. Qur'anı öyrənin. Bu kitabı öyrəndikdən sonra isə onda ifrata varmayın. Ona laqeyd yanaşmayın. Onun sayəsində pul qazanmayın. Onun sayəsində mal dövlətinizi artırmayın. Ağsaqqal müsəlmana qayğı göstərmək, ha belə Qur'anı ifrata varmadan və ona laqeyd yanaşmadan daşıyana hörmət qoymaq, bir də ədalətli ixtiyar sahibinin hörmətini saxlamaq, Allahı uca tutmaq deməkdir. Allahın kitabını öyrənin, içində buyurulanlara əməl edin və onu avazla oxuyun. Muhammedin canı əlində olan Allaha and olsun ki, bu Qur'an öz sahibini ipindən açılmış və öz sahibindən qaçmış dəvədən daha tez tərk edər. Birinizin filan və filan ayəni unutmuşam deməsi necə də pisdir. Əksinə, bu ona unutturulmuşdur. Elə isə Qur'anı təkrar-təkrar öyrənməyə davam edin. Çünki Qur'an insanların qəlbini kəndirdən qopub qaçan heyvandan da tez tərk edir. Qur'anı əzbərdən bilən insan dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar. Yox, əgər başlı başına buraxsa, onlar qaçıb gedərlər. Mən sizə 2 ağır şey qoyub gedirəm. Onlardan biri Allahın kitabıdır. O, Allahın ipidir. Kim ondan möhkəm tutarsa, doğru yola yönələr. Kim də onu buraxarsa, zəlalətə düşər. Bu Qur'an bir ipdir. Onun bir ucu Allahın əlində, digər ucu isə sizin əlinizdədir. Elə isə ondan möhkəm tutun. Siz ondan möhkəm tutduqca əsla zəlalətə düşməz və heç vaxt həlak olmazsınız. Hər hansı bir cəmaat Allahın evlərindən birində yığışıb Allahın kitabını oxusa və onu bir-birinə öyrətsə, onların üzərinə sükunət nazil olar. Rəhmət onları bürüyər, mələklər öz qanadları ilə onları əhatəyə alar və Allah onları öz yanındakıların arasında yad edər. Qur'an sənin ya lehinə, ya da əleyhinə bir hüccətdir. Allah bu kitab sayəsində insanların bir qismini ucaldır, digərlərini isə alçaldır. Qiyamət günü Qur'an gəlib onu oxuyan adam üçün, ey Rəbbim, ona bəzək ver deyəcək və dərhal həmin adamın başına kəramət tacı qoyulacaq. Sonra o, ey Rəbbim, onun bəzəyini artır deyəcək. Onda həmin adama kəramət əbası geyindiriləcək. Sonra o, ey Rəbbim, ondan razı qal deyəcək. Və Rəbbi ondan razı qalacaq. Sonra ona belə buyurulacaq. Oxu, yüksəl. Hər bir ayəyə görə sənin gözəlliyin artacaqdır. Qur'an oxuyan və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Qur'an oxuyan adam isə 2 savab qazanır. Qur'an oxuyan və ona əməl edən mömin turunca bənzəyir. Onun dadı da xoşdur, iyi də. Qur'an oxumayan, amma ona əməl edən mömin xurmaya bənzəyir. Onun dadı gözəldir, amma iyisi yoxdur. Qur'an oxuyan münafiqin məsəli reyhan bitkisinə bənzəyir. İyi gözəl olsa da dadı acıdır. Qur'an oxumayan münafiqin məsəli isə acı qovuna bənzəyir. İyi də xoşa gəlməzdir, dadı da acıdır. Kim Allahın kitabından bir hərf oxuyarsa, buna görə savab qazanar və bu savab 10 qat olar. Mən demirəm ki, əlif, ləm, mim bir hərfdir. Lakin əlif bir hərf, ləm bir hərf, mim də bir hərfdir. Niyə sizlərdən biri məscidə gedib Allahın kitabından 2 ayə öyrənmir? Və ya 2 ayə oxumur ki, bu onun üçün 2 dəvədən daha xeyirli olsun. 3 ayə onun üçün 3 dəvədən, 4 ayə də onun üçün 4 dəvədən daha xeyirlidir. Bunların sayını artırdıqca savab da artmış olar. Qiyamət günü Qur'an sahibinə belə buyurulacaq. Oxu, yüksəl, dünyada oxuduğun kimi avazla oxu. Sənin mənzilin dünyada ikən oxuduğun son ayənin yanında olacaq. Ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəninizdir.
Qur'an qiyamət günü həm havadarlığı qəbul olunan şəfaətçi, həm də çatdırdığı xəbərləri təsdiqlənən xəbərçidir. Kim onu özünə alarsa, o onu cənnətə aparar. Kim də onu arxasına atarsa, o onu cəhənnəmə sürükləyər. Əgər bu Qur'an dəriyə yazılıb oda atılsa, yanmaz. Kim bir gecədə 100 ayə oxuyarsa, ona gecə namazının savabı qədər savab yazılar. Hər kim gecə namazında 10 ayə oxuyarsa, qafillərdən sayılmaz. 100 ayə oxuyarsa, itaətkarlardan hesab olunar. Və nəhayət 1000 ayə oxuyarsa, oxuduqca çoxlu savab qazanar. Yalnız 2 şəxsə həsəd aparmaq olar. O şəxsə ki, Allah ona Qur'anı öyrətmiş, o da gecə-gündüz oxuyur. Qonşusu da bunu eşidib deyər. Kaş ona verilənin bənzəri mənə də veriləydi. Onun etdiyi əməli mən də edərdim. Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu görən adam da deyər, kaş ona verilənin bənzəri mənə də veriləydi. Onun etdiyi əməli mən də edərdim. Rəvayət edilir ki, Əbu Səid Əl-Xudri Peyğəmbərin yanına gəlib, mənə nəsihət et, ya Rasulullah dedi. Peyğəmbər belə buyurdu. Sənə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki bu hər bir xeyrin başıdır. Həmçinin sənə Allah yolunda vuruşmağı tövsiyə edirəm. Çünki bu İslamdakı abidlikdir. Sənə həm də Allahı zikr etməyi və Qur'an oxumağı tövsiyə edirəm. Çünki bu göydə sənin üçün bir rahatlıq, yerdə də adının təriflə zikr olunması üçün bir səbəbdir. Əbu Hureyra demişdir, bir dəfə Rasulullah bizdən, İstəmirsiniz ki, sizlərdən birinin iri, kök və qarnında balası olan 3 dəvəsi olsun, deyə soruşdu. Biz istəyirik deyə cavab verdikdə Rasulullah buyurdu. Birinizin namazda 3 ayə oxuması onun üçün iri, kök və qarnında balası olan 3 dəvədən daha xeyirlidir. Cabir ibn Abdullah demişdir. Rasulullah Uhud döyüşündə şəhid olanları dəfn edərkən 2 səhabəni bir qəbirə qoyarkən, onlardan hansı biri Qur'andan daha çox surə bilir, deyə soruşardı. Ona Qur'anı daha çox bilən göstərildikdə, qəbirə əvvəlcə onu, sonra da digərini qoyardı. Rəvayət edilir ki, Abdullah ibn Amr demişdir. Rasulullah mənə Qur'anı ayda bir dəfə xətm et, deyə buyurdu. Mən dedim, ya Rasulullah, mənim bundan da çox oxumağa gücüm çatar. O, elə isə 3 günə xətm et buyurdu. Rasulullah demişdir, hər kim Qur'anı 3 gündən tez bir zamanda oxusa, onu başa düşməz. Ayşə demişdir, Rasulullah Qur'anı 3 gündən tez xətm etməzdi. İbn Abbas demişdir, Cəbrail Ramazan ayının hər gecəsi Peyğəmbərin yanına gələr, Peyğəmbər də Qur'anı onu oxuyardı. Rəvayət edilir ki, bir gün İmran ibn Hüseyn Qur'an oxuyan, sonra da bunun əvəzində cəmaatdan yeməyə bir şey istəyən bir adamın yanından keçdi və İnnə lillahi və innə ileyhi raciun deyə etirazını bildirdi. Sonra dedi, mən Allahın elçisinin belə dediyini eşitmişəm. Qoy Qur'an oxuyan adam dilədiyini onun vasitəsilə Allahdan diləsin. Həqiqətən vaxt gələcək, elə insanlar ortaya çıxacaq ki, onlar Qur'an oxuyacaq, sonra da buna görə insanlardan əvəz istəyəcəklər. Mövzu ilə bağlı bəzi səhabələrin nəsihətləri. Ömər ibn Əl-Xəttab demişdir, Qur'an oxuyanlar sizi aldatmasın. Bu sadəcə onun oxuduğu bir kəlamdır. Siz ona əməl edənlərə diqqət yetirin. Osman ibn Affan demişdir, əgər qəlbimiz təmiz olsa, Rəbbimizin kəlamını oxumaqdan doymarıq. Abdullah ibn Məsud demişdir, şəfa verən 2 şeydən, Qur'andan və baldan istifadə edin. Xabbab ibn Əl-Ərad demişdir, bacardığın qədər Allaha yaxınlaş. Bil ki, Allaha yaxınlaşmaq üçün onun kəlamından daha gözəl bir vasitə tapa bilməyəcəksən. Abdullah ibn Abbas demişdir, Qur'an oxuyan adam ömrünün ən rəzil çağına yetişməz. Qur'an-ı Kərimi oxumaq üçün ən fəzilətli vaxt. Möhtərəm müsəlmanlar, gündəlik olaraq Qur'an oxumaq və ayələrin mənası barədə düşünmək mömin adama savab qazandıran əsas ibadətlərdən biri sayılır. Bilin ki, sadəcə dili tərpətməklə belə çox böyük savab qazanmaq olar. Bu xüsusda Peyğəmbər belə buyurmuşdur. Kim Allahın kitabından bir hərf oxusa, buna görə savab qazanar və bu savab 10 qat olar.
Mən demirəm ki, əlif, ləm, mim bir hərfdir. Lakin əlif bir hərf, ləm bir hərf, mim də bir hərfdir. Əgər biz əlimizdəki Qur'ana baxsaq, görərik ki, bu kitabın hər səhifəsində 15 sətir və hər sətirdə təxminən 40 hərf vardır. Beləcə, bir səhifəyə görə qazanılmış minimum savab sayını saymaq üçün 40 hərfi 15 sətirə vurub, hər hərfi də 10 qatına vursaq, 6000 savab edir. Üstəlik, əgər adam oxumağa yenicə başlayıbsa və çətinlik çəkirsə, bu halda onun savabı 2 qat artırılır. Bu xüsusda Peyğəmbər belə buyurmuşdur. Qur'an oxuyan adam və onu əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik çəkə-çəkə daim Qur'an oxuyan adam isə 2 savab qazanır. Qur'anı oxuduqda mömin insanın imanı və təqvası artır, qəlbi rahatlıq tapır, üzündən nur gəlir, əməlləri islah olur, sonda isə cənnətlik olur. Bu xüsusda Qur'anda bunlar buyurulur. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbləri qorxuya düşər. Onun ayələri onlara oxunduqda imanları artar. Əl-Ənfal surəsi 2-ci ayə. Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapır. Ər-Rəd surəsi 28-ci ayə. Biz Qur'anı qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün bir nur etdik. Əş-Şura surəsi 52-ci ayə. Həqiqətən bu Qur'an haqqı batildən ayırt edən bir kəlamdır. Ət-Tariq surəsi 13-cü ayə. Məlumunuz olsun ki, Qur'an oxumaq Allahın buyurduğu əməllərdəndir. Uca Allah öz Peyğəmbərinə belə deməyi buyurmuşdur. Mənə müsəlman olmaq və Qur'an oxumaq əmr edilib. Ən-Nəml surəsi 91-92-ci ayələr. Ayədə hər bir müsəlmana Qur'an oxumaq buyurulur. Bəs hansı vaxt Qur'an oxumaq üçün ən fəzilətli sayılır? Qüdsi hədisdə Uca Allah belə buyurur. Qulumun mənə sevimli olan və sayəsində mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Burada vacib buyurduğum əməllər deyildikdə, ilk öncə tövhid, yəni Allahın ibadətə layiq tək ilah olduğuna və Muhammed Peyğəmbərin onun Rasulü olduğuna şəhadət gətirmək, sonra namaz qılmaq, zəkat vermək, oruç tutmaq, həcc etmək və digər vacib buyurulanları yerinə yetirmək nəzərdə tutulur. Tövhid kəlməsindən sonra ən əzəmətli əməl namazdır. Qur'an oxumaq üçün ən fəzilətli vaxt elə namaz əsnasıdır. İbn Teymiyyə bu mövzu haqda danışarkən demişdir. Qur'anı namaz əsnasında oxumaq, onu namazdan kənar oxumaqdan daha əfsəldir. Namaz əsnasında Qur'an oxuyan kimsənin qazandığı fayda, namazdan xaric Qur'an oxuyan kimsənin qazandığından daha böyükdür. Çünki Peyğəmbər namaz qılarkən Qur'anın anasını oxumayan kimsənin namazı naqisdir buyurmuşdur. Hədisdə keçən xidac kəlməsi əslində vaxtından əvvəl doğulmuş yarımçıq deməkdir. Lakin burada bu söz dəyərsiz, qüsurlu, nöqsanlı mənasını ifadə edir. Yəni, Əl-Fatihəsiz namaz naqisdir. Əl-Fatihə surəsinin namazdakı yeri ilə bağlı bir hədisdə Peyğəmbər demişdir. Uca Allah buyurur. Mən əs-salatı özümlə qulumun arasında 2 qismə böldüm və qulum da dilədiyini alacaq. Qul, Elhamdülillahi Rabbil aləmin dedikdə, Allah, qulum məni həmd səna ilə təqdis etdi buyurur. Qul, Ar-Rahmanir-Rahim dedikdə, Allah, qulum məni təriflədi buyurur. Qul, Məlik Yevmiddin dedikdə, Allah, qulum məni mədh etdi və ya mənə arxain oldu buyurur. Qul, İyyəkə na'budu və İyyəkə nəstəin dedikdə, Allah buyurur, bu mənimlə qulumun arasında 2 hissəyə bölünür və o dilədiyini alacaq. Qul, İhdinəs sıratal-müstakim, sıratal-ləzinə ən'amtə aleyhim, qayril məğdubi aleyhim vələddalin dedikdə, Allah buyurur, bu quluma məxsusdur və o dilədiyini alacaq. Hər 2 hədisi İmam Müslim öz səhihində rəvayət etmişdir. Deyilənlərdən aydın olur ki, Qur'an oxumaq üçün ən fəzilətli vaxt onu namaz qılarkən oxumağımızdır. Mömin adam namazda Qur'an oxuduqda onun imanı artır, qəlbi rahatlıq tapır və gözləri yaşla dolur. Sonuncuya dair Qur'anda belə deyilir. Həqiqətən ondan əvvəl özlərinə elm verilmiş kimsələrə Allahın ayələri oxunduğu zaman üzü üstə səcdəyə qapınır və Rəbbimiz pak və müqəddəsdir, Rəbbimizin vədi mütləq yerinə yetəcəkdir deyirlər.
Onlar üzü qoylu düşüb ağlayır və bu ayələr onların itayətini artırır. Əl-İsra surəsi 107-109. Onlar özlərinə mərhəmətli Allahın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayarlar. Məryəm surəsi 58-ci ayə. Bu ayələrdən o da aydın olur ki, peyğəmbərlər və onların davamçıları namaz qılarkən Allahın ayələrini oxuyar və səcdəyə qapanıb ağlayaraq Allaha dua edərdilər. Bu da əsl möminə xas olan xüsusiyyətlərdəndir. Qur'an-ı Kərimi oxuyub ağlayanlar. Əvvəlki fəsildə qeyd etdik ki, möminlər namazda Allahın ayələrini oxuyar və ağlayaraq ona dua edərdilər. Qur'anda uca Allah onları belə vəsf edir. Həqiqi möminlər o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbləri qorxuya düşər. Onun ayələri onlara oxunduqda imanları artar. Yalnız öz Rəbbinə təvəkkül edər, namaz qılar və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyərlər. Məhz onlar həqiqi möminlərdir. Onlar üçün Rəbbi yanında dərəcələr, bağışlanma və bolluca ruzi vardır. Əl-Ənfal surəsi 2-4-cü ayələr. Səhabələr və onların yolunu tutub gedənlər məhz belə möminlərdən olmuşlar. Uca Allah onları belə tərif etmişdir. Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Allah onlar üçün ağacları və qəsrləri altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bu, böyük uğurdur. Ət-Tövbə surəsi 100-cü ayə. O dövrdəki müsəlmanlarla indikiləri müqayisə etdikdə hamımızı düşündürəcək bəzi suallar meydana gəlir. Niyə bugün müsəlmanların bir çoxuna gündəlik olaraq Quran oxumaq nəsib olmur? Niyə bəziləri Quran oxuduqda və ya onu dinlədikdə ondan təsirlənmir və qəlbləri yumşalmır? Niyə onlara Allahı yad edib ağlamaq nəsib olmur? Niyə onlar imanın şirinliyini dadmaq həsrətindədirlər? Niyə onlar Allahdan uzaqlaşdıqlarını hiss etmirlər? Bütün bu sıxıntıları aradan qaldırmaq istəyən hər bir müsəlman, Peyğəmbərimizin bu xüsusda İslam ümmətinə etdiyi tövsiyələrə diqqət yetirməlidir. Bu tövsiyələri aşağıdakı başlıqlara əsasən 4 qismə bölmək olar. 1. Allah qorxusundan ağlamağın fəziləti və bunun savabı. 2. Qəlbin sərtləşməsinin səbəbi. 3. Qəlbi yumşaltmağın yolları. 4. Allahı yad edib ağlayan möminlər. 1. Allah qorxusundan ağlamağın fəzilətinə dair Peyğəmbərdən rəvayət edilmiş hədislərin bəziləri bunlardır. 7 qisim insan vardır ki, Allah onları öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gündə öz kölgəsi altında kölgələndirəcək. Ədalətli rəhbər, Rəbbinə ibadət etməklə böyüyüb boya başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatirinə sevən, onun yolunda birləşib, onun yolunda ayrılan 2 nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda, mən Allahdan qorxuram deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan kimsə. Deməli, qiyamət günü günahkarlar günəşin istisindən əziyyət çəkəndə, xəlvətə çəkilərək Quran oxuyub göz yaşı axıdan möminlər kölgə altında qalacaqlar. Allah üçün 2 damladan və 2 izdən daha əziz bir şey yoxdur. Damlalar Allah qorxusundan ağlayan möminin göz yaşı və bir də Allah yolunda vuruşan mücahidin yarasından axan qan damlasıdır. İzlər isə Allah yolunda vuruşan mücahidin aldığı yara izi və bir də Allahın buyurduğu əməli yerinə yetirən möminin bədənində qalan izdir. Deməli, Allahı yad edib ağlamaq Allahın ən çox sevdiyi əməllərdəndir. Heyvandan sağılmış süd onun yelininə qayıtmadıqca, Allah qorxusundan ağlayan kəs cəhənnəm oduna girməz. Yəni, sağılmış südün yenidən yelinə qayıtması mümkün olmadığı kimi, Allah qorxusundan ağlayan möminin cəhənnəmə düşməsi də mümkün deyil. Dilini qoruyan, evinə çəkilib heç kəsə əziyyət verməyən və bir də günahlarını xatırlayıb ağlayan kimsəyə tövbə olsun. Deməli, Allah qorxusundan ağlayan hər bir mömin cənnətlik olacaq. Tövbə burada cənnət yaxud cənnətdəki tövbə ağacı və ya çoxlu savab və xeyir-bərəkət nəzərdə tutulur. Səhabələrdən biri Peyğəmbərin yanına gəlib dedi, Ya Rasulullah,
nicat tapmaq üçün mən nə etməliyəm? Peyğəmbər buyurdu, dilini qoru, evində otur, heç kəsə əziyyət vermə və bir də günahlarını xatırlayıb ağla. Demək, Allahdan qorxub ağlayan mömin adam dünyada və axirətdə nicat tapacaq. 2. Qəlbin sərtləşməsinin səbəbinə gəlincə, bu günahların artmasındandır. Belə ki, günahlar artdıqca qəlbin sərtliyi də artır. İnsan günah iş gördükdə qəlbinə qara nöqtə düşür. Əgər dərhal tövbə edib o qara nöqtəni qəlbindən silməsə və yenidən bir günah işlətsə, digər bir qara nöqtə qəlbinə düşür və beləcə bu nöqtələr artdıqca qəlb daşlaşır və nəhayət bu qara nöqtələr qəlbi tamamilə bürüyür. Bu xüsusda Quranda belə buyurulur. Xeyr, onların qəlbini qazandıqları günahlar bürümüşdür. Əl-Mutaffifin surəsi 14-cü ayə. Peyğəmbər bu ayəni belə izah etmişdir. Mömin adam günah etdiyi zaman onun qəlbinə bir qara nöqtə düşər. Əgər tövbə edib o günahdan çəkinsə və Allahdan bağışlanma diləsə, qəlbi ağappaq olar. Yox, əgər günah etməyə davam edərsə, nöqtələrin sayı artar və axırda onlar qəlbi tam qapayar. Demək, qəlbin sərtləşməsi axırda onun tamamilə möhürlənməsinə gətirib çıxardır. 3. İslam dini bizə sərtləşmiş qəlbi yumşaltmağın yollarını da öyrədib. Elə isə hər bir müsəlman qəlbini sərtləşməkdən qorumaq üçün bu amillərdən möhkəm tutmalıdır. 1. İxlaslı olmaq, yəni Qur'anı yalnız Allah rizasını qazanmaq üçün oxumaq. Belə ki, Qur'an oxumaq özü bir ibadətdir. İbadəti isə Allahdan qeyrisinə yönəltmək olmaz. Bu xüsusda Qur'anda belə buyurulur. Onlara dini məhz Allaha məxsus edərək həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Əl-Bəyyinə surəsi 5-ci ayə. 2. Dua etmək. Allahım, səndən dində sabit qalmağımızı və doğruluğa can atmağımızı, sənin rəhmətinə qovuşduran və məğfirətinə yetişdirən əməlləri yerinə yetirməyi, sənin nemətlərinə şükür etməyi və sənə gözəl şəkildə ibadət etməyi, habelə salamat qəlb və düz danışan dil diləyirik. Bildiyin hər bir xeyri səndən diləyir, bildiyin hər bir şərdən sənə sığınır və bildiyin günahlarımıza görə səndən bağışlanma diləyirik. Heç şübhəsiz ki, sən qeyblərdə olanları bilənsən. Allahım, nəfsimə təqva bəxş et və onu təmizə çıxart. Sən təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən. Allahım, fayda verməyən elmdən, səndən qorxmayan qəlbdən, doymayan nəfsdən və qəbul olmayan duadan sənə sığınıram. Allahım, gizlində də, aşkarda da səndən layiqincə qorxmağı diləyirəm. 3. Allahı və onun Rasulunu hamıdan çox sevmək. Bu xüsusda Peyğəmbər belə demişdir. Kimdə bu 3 xislət olsa, imanın şirinliyini dadmış olar. Allahı və onun Rəsulunu digərlərindən daha çox sevmək. Sevdiyi kimsəni yalnız Allah üçün sevmək və bir də Allah onu küfrdən xilas etdikdən sonra yenidən küfrə qayıtmağı, oda atılmağı xoşlamadığı kimi xoşlamamaq. Yəni Allah və onun Rəsulu ona dünyada mövcud olan hər şeydən, canından, övladından, valideynindən, zövcəsindən və qeyrilərindən daha sevimli olarsa. Hədisdə Allah və onun Rəsulu deyilir. Allah sonra onun Rəsulu deyilmir. Çünki Peyğəmbəri sevmək pak və uca Allahı sevməyə bağlıdır. İnsanın Allaha olan sevgisi artdıqca Peyğəmbərə olan sevgisi də artacaq. Belə ki, Allaha olan sevgi yalnız Peyğəmbəri sevməklə və ona itayətlə təsdiq edilə bilər. Uca Allah buyurur, de, əgər siz Allahı sevirsinizsə, mənim ardınca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhimlidir. Ali İmran surəsi 31-ci ayə. 4. İslam şəriətini öyrənmək. Belə ki, mömin insanın elmi artdıqca təqvası da artar. Bu xüsusda Quranda belə xəbər verilir. Allahdan öz qulları arasında ancaq alimlər qorxarlar. Fatir surəsi 28-ci ayə. 5. Ölümü yada salmaq. Peyğəmbər müsəlmanlara bu xüsusda belə buyurmuşdur. Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. İndi də sizə qəbirləri ziyarət etməyi əmr edirəm. Çünki onları ziyarət etmək qəlbləri yumşaldır, gözləri yaşardır, axirəti yada salır. 6. Cəhənnəm əhlinin necə ağlayacaqlarını düşünmək. Bu xüsusda Quranda belə buyurulur. Bədbəxtlərə gəlincə onlar cəhənnəm odunda qalacaqlar.
Onlar orada zarayacaq və bağıracaqlar. Hud surəsi 106-cı ayə. Peyğəmbər demişdir, cəhənnəm əhli o qədər ağlayacaq ki, nəhayət onların göz yaşı quruyacaq. Sonra gözlərindən qan axacaq. Bu hal o qədər davam edəcək ki, onların üzlərində böyük yarğanlar əmələ gələcək. Elə yarğanlar ki, ora gəmi buraxılsa, orada üzüb gedə bilər. 7. Nəfsi hesaba çəkmək. Bu xüsusda Quranda belə buyurulur. Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun. Həqiqətən Allah nə etdiklərinizdən xəbərdardır. Əl-Həşr surəsi 18-ci ayə. Qiyamət günü cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaq. Lakin bu xatırlamanın ona nə faydası? O deyəcək, kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim. Əl-Fəcr surəsi 23-24-cü ayələr. 8. İbadətin qəbul edilməsinə arxayın olmamaq. Rəvayət edilir ki, Ayşə demişdir, mən Peyğəmbərdən, ya Rasulullah, Quranda Rəbbinə qayıdacaqlar deyə yerinə yetirməli olduqlarını, qəlbləri qorxa-qorxa yerinə yetirənlər deyildikdə, zinakar yaxud oğru və ya əyyaş olanlar mı qəsd edilir deyə soruşdum. Peyğəmbər dedi, xeyr, ey Siddiqin qızı. Bunlar o kəslərdir ki, oruç tutur, namaz qılır, sədəqə verir, lakin əməllərinin qəbul olunmayacağından qorxurlar. Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. 9. Çox gülməmək. Bu xüsusda Peyğəmbər demişdir. Çox gülməyin, çünki çox gülmək qəlbi öldürür. Başqa bir hədisdə rəvayət edilir ki, bir dəfə Rasulullah səhabələrinə, əgər siz mən bildiyimi bilsəydiniz, az gülüb çox ağlayardınız dedi. Səhabələr bu sözü eşidən kimi üzlərini tutub inilti ilə ağlamağa başladılar. Digər rəvayətdə deyilir ki, Peyğəmbər, Muhammedin canı əlində olan Allaha and olsun ki, mən gördüyümü görsəydiniz, əlbəttə ki, az gülüb çox ağlayardınız demiş, səhabələr də, sən nə gördün ya Rasulullah deyə soruşduqda o demişdir, cənnəti və cəhənnəmi gördüm. 10. Qur'an oxumaq. Bu xüsusda Quranda belə buyurulur. Əgər biz bu Qur'anı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə düşünələr. Əl-Həşr surəsi 21-ci ayə. 4. Allahı yad edib ağlamaq məsələsində isə əlbəttə ki, bu xüsusda Peyğəmbərimiz bizim üçün ən gözəl nümunədir. İbn Qeyyim Peyğəmbərin ağlamağını vəsd edib demişdir. Peyğəmbərin ağlamağı da gülməyi kimi olardı. Necə ki, gülərkən qəhqəhə çəkməz, eləcə də ağlayarkən zar-zar ağlayıb səsini qaldırmaz. Sadəcə gözləri yaşla dolar və ancaq hıçqırığı eşidilərdi. O, bəzən əzizinin ölümünə acıdığından, bəzən ümmətinin halına yandığından, bəzən Allah qorxusundan, bəzən də Quran ayələrini eşitdikdə ağlayardı. Bu, təqva ilə yanaşı ürək yanğısından, məhəbbətdən və şəfqətdən irəli gələn bir ağlamaqdır. Peyğəmbərimizin ağlamağına dair bəzi misallar. Rəvayət edilir ki, Ayşə demişdir, gecələrin birində Rasulullah mənə belə buyurdu. Ey Ayşə, qoy bu gecə Rəbbimə ibadət edim. Dedim, Allaha and olsun ki, mən həm sənə yaxın olmağı, həm də səni sevindirən hər bir əməlini sevirəm. Rasulullah qalxıb dəstəmaz aldı və namaz qılmağa başladı. Namaz əsnasında o qədər ağladı ki, saqqalı, sinəsi və durduğu yer göz yaşına bələndi. Nəhayət, Bilal sübh namazına azan vermək üçün izin istəməyə gəldikdə, Rasulullahın ağladığını görüb dedi, niyə ağlayırsan ya Rasulullah? Axı, Allah sənin gələcək və keçmiş günahlarını bağışlamışdır. Rasulullah ona belə cavab verdi, şükür edən bir qul olmayınmı? Bu gecə mənə ayələr nazil oldu. O ayələri oxuyub mənası barədə düşünməyənlərin vay halına. Nazil olan ayələr Ali İmran surəsi 190-200-cü ayələrdir. Rəvayət edilir ki, Abdullah ibn Şixxir demişdir. Rasulullah namaz qılarkən mən onun yanına gəldim. O namazda için-için ağlayırdı. Rəvayət edilir ki, Peyğəmbər Allahın İbrahim Peyğəmbər haqqında xəbər verdiyi, Ey Rəbbim, həqiqətən də onlar çox adamı azdırmışlar. Kim mənə tabe olsa, o məndəndir. Kim də mənə asi olsa, bilsin ki, sən bağışlayansan, rəhəmlisən ayəsini. Ha belə İsa Peyğəmbərin, əgər onlara əzab versən, sözsüz ki, onlar sənin qullarındır.
Əgər onları bağışlasan, şübhəsiz ki, sən qüdrətlisən, müdriksən dediyini oxuduqdan sonra əllərini göyə qaldırıb, Allahım, ümmətim, ümmətim dedi və ağladı. Onda Allah buyurdu, ey Cəbrail, Muhammedin yanına get və ondan soruş, səni ağladan nədir? Cəbrail onun yanına gəldi və ondan ağlamağının səbəbini soruşdu. Peyğəmbər Cəbrailə ümmətinə acıdığını xəbər verdi. Onda Allah buyurdu, ey Cəbrail, Muhammedin yanına get və ona de, biz səni ümmətin xüsusunda mütləq razı salacaq və səni kədərləndirməyəcəyik. Rəvayət edilir ki, Rasulullahın zamanında günəş tutuldu və Rasulullah qalxıb namaz qıldı. Namazını o qədər uzatdı ki, az qala rükû etməyəcəkdi. Sonra rükûya getdi və onu o qədər uzatdı ki, az qala rükûdan başını qaldırmayacaqdı. Sonra başını qaldırıb dikəldi və bu vəziyyətdə o qədər dayandı ki, az qala səcdəyə getməyəcəkdi. Sonra səcdəyə qapandı və onu o qədər uzatdı ki, az qala başını səcdədən qaldırmayacaqdı. Sonra başını qaldırıb oturdu və bu oturuşu o qədər uzatdı ki, az qala səcdəyə getməyəcəkdi. Sonra yenə səcdəyə qapandı və onu o qədər uzatdı ki, az qala başını səcdədən qaldırmayacaqdı. Nəhayət içini çəkə-çəkə ağlamağa başladı. Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir, bir gün Peyğəmbər mənə belə buyurdu, mənə Qur'an oxu. Dedim, ya Rasulullah, Qur'an sənə nazil olduğu halda onu sənə mən mi oxuyacağam? Peyğəmbər dedi, bəli, mən onu başqasından dinləməyi xoşlayıram. Mən ona Ən-Nisa surəsini oxumağa başladım. Nəhayət bu surədəki biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq ayəsinə çatdıqda, Peyğəmbər mənə kifayətdir dedi. Mən başımı qaldırıb baxdım ki, Peyğəmbər ağlayır. Yuxarıda deyilənlərdən aydın olur ki, Peyğəmbərin ağlamasına səbəb olan ən böyük amillərdən biri Qur'anı oxuması və onun ayələri üzərində düşünməsi olmuşdur. Peyğəmbərin yolunu davam edən möminlər olaraq biz də eyni yolla getməliyik. Qur'an-ı Kərimin xeyir bərəkətinə nail olmağın 7 yolu. Uca Allah öz kitabında Qur'anın mübarək bir kitab olması barəsində belə buyurur. Bu, bizim nazil etdiyimiz mübarək bir kitabdır. Əl-Ənam surəsi 155-ci ayə. Qur'an-ı Kərim öz-özlüyündə mübarək bir kitab olsa da, hər kəsə onun xeyir bərəkətinə nail olmaq nəsib olmur. Belə ki, Allahın bəxş etdiyi xeyir bərəkətə nail olmaq üçün onun buyruqlarını yerinə yetirmək lazımdır. Qur'anı yaxşı bilən İslam alimləri bu xeyir bərəkətə nail olmağın yollarını bizə öyrətmişlər. Birincisi, Qur'an ayələrini oxuyub onlar üzərində düşünmək və ayələrdən ibrət götürməkdir. Bu xüsusda Qur'anda belə buyurulur. Yaradan Rəbbinin adı ilə oxu. O, insanı qan laxtasından yaratdı. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Əl-Ələq surəsi 1-5-ci ayələr. Bu ayədən aydın başa düşülür ki, Allahın oxu əmrinə asi olan müsəlman özünü bu kitabın xeyir bərəkətindən məhrum etmiş olur. Quranda həm də belə buyurulur. Bu mübarək kitabı sənə nazil etdik ki, insanlar onun ayələrini düşünüb anlasınlar. Ağıl sahibləri də ondan ibrət götürsünlər. Sad surəsi 29-cu ayə. Hərçənd Qur'anı başa düşmədən oxuyan insan da xeyir bərəkətə nail olur. Lakin oxuduğunun mənasını öyrəndikdə, üstəlik öyrəndiyinə əməl etdikdə, bu xeyir bərəkət qat-qat artır. İkincisi, Qur'anı vaxtaşırı avazla oxumaq, ha belə onu başqasından dinləməkdir. Bu xüsusda Qur'anda belə buyurulur. Qur'an oxunduğu zaman onu dinləyin və susun ki, bəlkə sizə rəhm olunsun. Əl-Əraf surəsi 204-cü ayə. Allahın rəhmətinə qovuşmaq müsəlmanın nail ola biləcəyi ən böyük xeyirlərdəndir. Peyğəmbər də belə demişdir, Qur'anı avazla oxumayan kəs bizdən deyildir. Bu hədisdən aydın başa düşülür ki, Peyğəmbərin buyruğunu yerinə yetirməyən müsəlman özünü bu kitabın xeyir bərəkətindən məhrum etmiş olur. Üçüncüsü, Qur'an ayələrinin mənasını öyrənmək, onu əzbərləmək və başqalarına öyrətməkdir. Bu xüsusda Qur'anda belə buyurulur. Mərhəmətli Allah Qur'anı öyrətdi. Peyğəmbər isə belə demişdir. Ən xeyirliniz Qur'anı öyrənən və onu başqalarına öyrədəninizdir.
Demək, xeyir-bərəkət sahibi olan Allahın öyrətdiyini öyrənməyən kimsə xeyir-bərəkətə nail ola bilməz. Dördüncüsü, Qur'anda buyurulanları yerinə yetirməkdir. Bu xüsusda Qur'anda belə buyurulur. Bu, bizim nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm oluna. Əl-Ənam surəsi 155-ci ayə. Demək, Allahın mərhəmətinə və lütfünə nail olmaq üçün bu mübarək kitabda buyurulanları yerinə yetirmək vacibdir. Qur'anla hökm vermək və başqalarını da bu kitabda buyurulanları yerinə yetirməyə dəvət etmək də bu qəbildəndir. Bu xüsusda Qur'anda belə buyurulur. Yoxsa onlar cahiliyyət dövrünün hökmünü istəyirlər. Nəyin haqq olduğunu yəqin bilən bir cəmaat üçün Allahdan daha yaxşı hökm verən kimdir? Əl-Maidə surəsi 50-ci ayə. Ayədən aydın başa düşülür ki, ən ədalətli hökm Allahın hökmüdür və ən ədalətli hakim Allahdır. Demək, insanlar peyğəmbərlərin zamanında olduğu kimi öz aralarında Allahın hökmü ilə hökm versələr, xeyir-bərəkətə nail olarlar. Əks halda aşağıda qeyd edilən ayələrdə xəbər verildiyi kimi, vəziyyətdən asılı olaraq ya kafir, ya zalım, ya da fasiq olarlar. Bu xüsusda nazil olmuş ayələrə diqqət edək. Allahın nazil etdiyi kitabla hökm verməyənlər, məhz onlar kafirdirlər. Əl-Maidə surəsi 44-cü ayə. Allahın nazil etdiyi kitabla hökm verməyənlər, məhz onlar zalımdırlar. Əl-Maidə surəsi 45-ci ayə. Allahın nazil etdiyi kitabla hökm verməyənlər, məhz onlar fasiqdirlər. Əl-Maidə surəsi 47-ci ayə. Beşincisi, Qur'an vasitəsilə şəfa tapmaqdır. Bu xüsusda Qur'anda belə buyurulur. Biz Qur'anda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Əl-İsra surəsi 82-ci ayə. Ayədən aydın başa düşülür ki, xəstə adam bu mübarək kitabı oxusa və ya dinləsə şəfa tapa bilər. Bu fikri isbat edən hədisdə xəbər verilir ki, Əbu Səid Əl-Xudri demişdir. Bir gün Peyğəmbərin səhabələrindən bir dəstəsi səfərə çıxdı. Nəhayət onlar gəlib bədəvi qəbilələrindən birinə məxsus bir kənddə dayandılar. Səhabələr onların evində qonaq qalmaq istədilər, lakin onlar səhabələri yeməyə qonaq etmək istəmədilər. Bu əsnada qəbilə başçısını əqrəb sancdı. Kitab əhli ona əllərindən gələni kömək göstərməyə çalışdı. Lakin bu cəhdlərin heç bir faydası olmadı. Onlardan bəzisi dedi, yaxşı olar ki, gedib kəndimizə təşrif buyurmuş adamlara müraciət edəsiniz. Bəlkə onlarda bir əlac tapılar. Onlar səhabələrin yanına gəlib dedilər, ey cəmaat, qəbilə başçımızı əqrəb sancıb, nə qədər çalışdıqsa əlac tapa bilmədik. Bəlkə sizdən birinizdə bir əlac tapıla. Səhabələrdən biri dedi, bəli, vallahi ki, mən ruqyə oxuya bilirəm. Biz sizin qonağınız olmaq istədik, lakin siz bizi yeməyə qonaq etmədiniz. Elə buna görə də bizə zəhmət haqqı verməyincə, mən sizin xəstəniz üçün ruqyə oxumayacağam. Sonra onlar müalicə müqabilində səhabələrə bir sürü qoyun verəcəklərinə razılaşdılar. Bundan sonra o qəbilə başçısının yanına gəlib onun yarasına yüngülcə üfürdü və Əl-Fatihə surəsi oxudu. Biraz keçdikdən sonra qəbilə başçısı sanki buxovdan azad oldu və xəstə deyilmiş kimi ayağa qalxıb gəzməyə başladı. Onlar səhabələrə razılaşdıqları zəhmət haqqını verdilər. Bu vaxt səhabələrdən biri qoyunları bölüşdürün dedi. Ruqya oxuyan səhabə isə Peyğəmbərin yanına gedib hadisəni ona danışmayınca və onun nə hökm verəcəyini öyrənməyincə heç bir şey etməyin deyə etiraz etdi. Onlar Peyğəmbərin yanına gəlib hadisəni ona danışdıqda o soruşdu. Sən nə bilirdin ki, bu ruqyadır? Sonra dedi, siz düz etmisiniz. Qoyunları bölüşdürün və özünüzlə yanaşı mənim üçün də bir pay ayırın. Bunu deyəndən sonra Peyğəmbər gülümsədi. Qur'an-ı Kərimin doğru yola yönəltdiyi kimsələr. Möhtərəm müsəlman, məlumun olsun ki, Allahın kitabını başa düşmək və onun vasitəsilə doğru yola yönəlmək hər kəsə nəsib olmur. Nə çox insan var ki, Qur'an oxumaq və Qur'anda buyurulanları yerinə yetirmək ona müvəffəq olmur. Dolayısıyla etdiyi günahlara görə Allah onu öz dinini anlamağı müvəffəq etmir. Bəzən hətta adam Qur'an oxusa belə deyilənləri anlamır. Allahın kitabını başa düşmək və bunun sayəsində də ömrünün sonuna dək haqq yolda sabit qalmaq istəyən kəs, Allahın vəsf etdiyi kimsələrdən olmalıdır. Bunun üçün o insanın niyyəti təmiz olmalı,
Qur'anı oxuyub öyrənməli və özünə buyurulanları dərhal yerinə yetirməli, qadağalardan da çəkinməlidir. Aşağıdakı ayələrə bir diqqət edin və baxın görün Allah kimləri bu mübarək kitab vasitəsilə doğru yola yönəldir. Biz onlara elmimizlə izah etdiyimiz, iman gətirən qövm üçün hidayət və mərhəmət olan bir kitab göndərdik. Əl-Əraf surəsi 52-ci ayə. Bu, içində heç bir şübhə olmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər. Əl-Bəqərə surəsi 2-3-cü ayələr. Ta-sin. Bu, Qur'anın və açıq aydın bir kitabın ayələridir. Möminlərə doğru yol göstəricisi və müjdədir. O kəslər ki, namaz qılır, zəkat verir və axirətə qətiyyətlə inanırlar. Ən-Nəml surəsi 1-3-cü ayələr. Əlif, ləm, mim. Bu, hikmətli kitabın ayələridir. Xeyrxah əməl sahiblərinə doğru yol göstəricisi və rəhmətdir. Loğman surəsi 1-3-cü ayələr. Yuxarıda zikr olunan ayələrdəki vəsflərin xülasəsi belədir. 1. Allahdan qorxub pis əməllərdən çəkinmək. 2. Mömin olmaq. 3. Qeybə iman gətirmək. 4. Namaz qılmaq. 5. Zəkat vermək. 6. Axirətə iman gətirmək. 7. Muhsin. Yaxşı əməl sahibi olmaq. Muhsin o kəsdir ki, yaxşı əməli edəndə etiqad edir ki, Allah onu görür və beləliklə də o əməli yalnız Allahın rizasını qazanmaq üçün edir. Sonuncu vəsflə bağlı qeyd etmək lazımdır ki, kafirlər də yaxşı əməllər edirlər, lakin Allah onları muhsin adlandırmır. Əksinə, Quranda onların əbədi olaraq cəhənnəm əhlindən olacaqlarını bildirir. Bəli, Allahın ədalətindəndir ki, kafirlər etdikləri yaxşılıqların əvəzini bu dünyada alırlar. Lakin kafir olduqlarına görə qiyamət günü onların heç bir mükafatı olmayacaq. Allahdan istəyimiz budur ki, hamımıza son nəfəsimizədək Quran oxumağı, buyurulanları yerinə yetirməyi, qadağalardan çəkinməyi və bunun sayəsində ayələrdə zikr olunan vəsfləri özümüzdə cəm etməyi və ömrümüzün sonuna dək haqq yoldan azmamağı nəsib etsin. Quran-ı Kərimi əzbərləməyin 11 qaydası. Əziz müsəlmanlar, bu fəsildə qeyd edilən qaydalar Qur'anı ərəbcə əzbərləmək istəyənlərə aiddir. Qur'anı əzbərləmək istəyən kimsə bu qaydalara riayət etsə, ümid edirik ki, Allah onu bu mübarək kitabı əzbərləməyə müvəffəq edər və bizə də bundan savab çatar. Qaydaları aşağıdakı ardıcıllıqla təqdim edirik. 1. İxlaslı olmaq. Qur'anı əzbərləmək istəyən mömin hər şeydən əvvəl niyyətini düzəltməlidir. Çünki əməllər niyyətə görə hesaba alınır. Başqa cür desək, doğru niyyətsiz olan əməl ibadət kimi qəbul edilmir. Bu xüsusda Peyğəmbər belə buyurmuşdur. Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey qalacaqdır. Demək, Qur'anı yalnız Allahın rizasını qazanmaq niyyəti ilə də əzbərləmək lazımdır. İxlaslı olmaq isə mömin adama savab qazandırır. Belə ki, Uca Allah başda Peyğəmbərimiz olmaqla hər bir müsəlmana ixlaslı olmağı buyurur. D. Mənə dini yalnız Allaha məxsus edərək ona ibadət etmək əmr olunmuşdur. Əz-Zumər surəsi 11-ci ayə. Qur'anı dünya mənfəəti xatirinə yaxud özünü kiməsə göstərmək məqsədi ilə əzbərləyən şəxs savab qazanmır. Əksinə, özünü günaha batırır. Bu xüsusda Qur'anda belə buyurulur. Əgər Allaha şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan. Sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol. Əz-Zumər surəsi 65-66-cı ayələr. 2. Düzgün tələffüz etmək. Qur'anı əzbərləmək istəyən adam əvvəlcə əzbərləyəcəyi ayənin təcvid qaydalarına əsasən düzgün oxunuşunu öyrənməlidir. Bu qaydaları Qur'anı yaxşı bilən insandan öyrənmək lazımdır. Ərəb dilini mükəmməl bilən Peyğəmbərimiz Qur'anı Cəbraildən dinləyərək öyrənmişdir. Rəvayət edilir ki, Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbərlə görüşər və onunla birgə Qur'anı oxuyub təkrar edərdi. Peyğəmbərimiz səhabələrinə Qur'anı şifahi olaraq öyrətmiş, ondan sonra səhabələr də Qur'anı sonraki nəslə bu qaydada öyrətmişdilər. Odur ki, Qur'anı əzbərləmək istəyən adam onu şifahi olaraq mahir bir qaridən öyrənməlidir. 3. Qur'anı əzbərləmək üçün gündəlik hədəf təyin etmək.
Qur'anı əzbərləmək istəyən şəxs hər gün əzbərləyə biləcəyi qədəri, məsələn, bir neçə ayəni və ya bir səhifə, yaxud 2 səhifə, yaxud da cüzün 8də birini və s. müəyyən etməlidir. O nə qədər əzbərləyəcəyini yəqin etdikdən sonra onu dəfələrlə təkrarlayıb tam şəkildə öyrənməlidir. Bu təkrar da öz növbəsində təcvid qaydalarına müvafiq və avazlı olmalıdır. Belə ki, bir ritmdə olan avaz qulağa xoş gəlir. Bu isə dili müəyyən avaza öyrədərək əzbərləməyə çox kömək edir. Bununla da həmin şəxs müəyyən bir ayəyə uyğun olan avazda və ya onun oxunuş ritmində çatışmamazlıq hiss etdikdə, orada olan xətanı dərhal hiss edir. Beləcə, qiraəti yenidən təkrar edir. Qeyd edək ki, Qur'anı avazla oxumaq müsəlmandan tələb olunan əməllərdəndir. Bu xüsusda Rasulullah belə demişdir: Qur'anı avazla oxumayan kəs bizdən deyildir. 4. Gündəlik nəzərdə tutulan ayələri gözəl şəkildə əzbərləməyincə digər ayələrə keçməmək. Qur'an əzbərləyən şəxs əzbərlədiyini tam yadda saxlamamış yeni ayələrə keçməməlidir. Bu, onun əzbərlədiyinin tam olaraq qəlbinə həkk olunması üçündür. Əlbəttə ki, insan əzbərlədiyi ayələri hafizəsinə həkk etmək üçün həmin ayələri namazlarda, ələxüsusda gecə namazlarında təkrarlasa daha tez yadda qalar. Peyğəmbər və onun səhabələri gecə namazlarını uzun-uzadı qılar və əzbər bildikləri surələri oxuyub təkrar edərdilər. Səhih hədislərdə xəbər verilir ki, Peyğəmbər gecə namazını 11 rükət qılar və hər rükətdə uzun-uzadı Qur'an oxuyardı. Peyğəmbərin və onun səhabələrinin gecə namazı qılmaları xüsusunda Qur'anda belə xəbər verilir. Həqiqətən, Rəbbim bilir ki, sən və səninlə olan səhabələrin bir qismi, bəzən gecənin 2/3-nə yaxın qismini, bəzən yarısını, bəzən də 1/3-ni ibadət etmək üçün durursunuz. Əl-Muzzəmmil surəsi 20-ci ayə. Demək, onlar bəzən gecənin 8, bəzən 6, bəzən də 4 saatını ibadətlə keçirərdilər. İndi özümüzə belə bir sual verək. Hazırki müsəlmanlardan gecənin heç olmasa 1/3-ni ibadətdə keçirən varmı? 5. Eyni çapda olan Qur'andan əzbərləmək. Qur'anı əzbərləməyə kömək edən amillərdən biri də davamlı olaraq eyni çapda olan kitabdan istifadə edilməsidir. Belə ki, İnsan eşitməklə yanaşı ayələrin yazılışını görməklə də əzbərləyir. Çünki Qur'an kitabını çox oxuduqda və ona çox nəzər saldıqda ayələrin orada olan şəkilləri və yerləri də yadda qalır. Fərqli-fərqli çap edilmiş kitablardan, yəni səhifələrində ayələrin yerləri fərqli olan müxtəlif çaplarla nəşr olunmuş Qur'an kitablarından əzbərləyən şəxsə Qur'anı əzbərləmək daha çətin olur. 6. Ayələrin yadda qalmasını asanlaşdırmaq üçün onların mənasını öyrənmək. Qur'anı əzbərləməyə kömək edən ən böyük amillərdən biri də ayələri başa düşmək və onlar arasında olan bağlılığı öyrənməkdir. Yaxşı olar ki, Qur'an əzbərləyən şəxs ayələrin təfsirini oxusun və onların arasında olan bağlılığı öyrənsin. Bu da öz növbəsində ayələri yadda saxlamağı asanlaşdırır. 7. Bir surəni axıradək əzbərləmədən digərinə keçməmək. Qur'an əzbərləyən şəxs hər hansı bir surəni əzbərləyib başa çatdırdıqdan sonra onu tam şəkildə yaddaşına həkk etmədən başqa surəyə keçməməlidir. Yəni, onun dili bu surəni asanlıqla tələffüz etməli və o ayələri yada salmaqda heç bir çətinlik çəkməməlidir. Əksinə, onun hafizəsi o dərəcədə güclü olmalıdır ki, hərdən fikri ayənin mənasını izləməkdən yayınsa belə, surəni tələsmədən asanlıqla oxuya bilsin. Necə ki, hər birimiz heç bir çətinlik çəkmədən və hazırlaşmadan Əl-Fatihə surəsini oxuyuruq. Bu da o surəni təkrar etməyimizdən və onu daim oxumağımızdan irəli gəlir. Nadir hallar istisna olmaqla Qur'anın bütün surələrinin hifzi Əl-Fatihə surəsinin hifzi kimi olur. Xülasə budur ki, Qur'an əzbərləyən şəxs yalnız əzbərlədiyi surəni mükəmməl şəkildə hafizəsinə həkk etdikdən sonra digərinə keçməlidir. 8. Qur'anı əzbərdən başqasına təhvil vermək. Qur'an əzbərləyən kəs təkcə öz hafizəsinə arxayın olmamalıdır. Əksinə, əzbərlədiyini mütəmadi olaraq başqasına təhvil verməli və ya onun əzbərdən danışdığını Qur'andan izləməlidir. Qur'an əzbərləyən şəxs nəyi isə unutduqda və ya diqqətsiz olaraq təkrarladıqda, onun oxuduğunu izləyən adam onun yadına salır.
Bəzən biz surəni səhv əzbərləyir və Qur'ana nəzər saldıqda belə buna diqqət yetirmirik. Çünki çox vaxt əzbərdən oxumaq görməyi qabaqlayır və beləliklə həmin şəxs əzbərdən oxuyarkən Qur'ana baxsa da xətasını görmür. Elə buna görə də Qur'anı əzbərdən başqasına danışmaq, ona bu xətaları düzəltməyə və onlara daim diqqət yetirməyə səbəb olur. Peyğəmbərimizin Qur'anı əzbərdən Cəbrailə oxuyub təkrar etməsini buna misal göstərmək olar. 9. Qur'anı davamlı olaraq oxuyub təkrarlamaq. Qur'anı hafizəsində qoruyub saxlamaq istəyən adam onu davamlı olaraq oxumalıdır. Əks halda Qur'an onu tərk edə bilər. Bu xüsusda Peyğəmbər belə buyurmuşdur. Allahın kitabını öyrənin, içində buyurulanlara əməl edin və onu avazla oxuyun. Muhammedin canı əlində olan Allaha and olsun ki, bu Qur'an öz sahibini ipindən açılmış və öz sahibindən qaçmış dəvədən daha tez tərk edər. Birinizin filan və filan ayəni unutmuşam deməsi necə də pisdir. Əksinə bu ona unutturulmuşdur. Elə isə Qur'anı təkrar oxumağa davam edin. Çünki Qur'an insanın qəlbini kəndindən qırılıb qaçan heyvandan daha tez tərk edir. Qur'anı əzbərdən bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar. Yox, əgər başına buraxsa, onlar qaçıb gedərlər. Qur'an hafizinin hər gün ən azı 1, ən çoxu isə 10 cüz təkrarlaması tövsiyə olunur. Rəvayət edilir ki, Abdullah ibn Amr demişdir. Rasulullah mənə Qur'anı ayda bir dəfə xətm et, deyə buyurdu. Mən dedim, ya Rasulullah, mənim bundan da çox oxumağa gücüm çatar. O, elə isə onu 3 günə xətm et buyurdu. Başqa bir rəvayətdə Ayşə demişdir. Rasulullah Qur'anı 3 gündən tez xətm etməzdi. Yenə bir rəvayətdə Rasulullah demişdir. Hər kim Qur'anı 3 gündən tez vaxta oxuyub bitirərsə, onu başa düşmüş olmaz. 10. Oxşar ayələrə diqqət yetirmək. Qur'anda həm mənaca, həm də oxunuşca bir-birinə bənzəyən ayələr vardır. Bu xüsusda Qur'anda belə buyurulur. Allah sözün ən gözəlini, ayələri bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Əz-Zumər surəsi 23-cü ayə. Məlumunuz olsun ki, Qur'anda olan 6000-dən çox ayədən təxminən 2000-ə yaxını oxşar ayələrdir. Bu ayələr bir-birindən bəzən bir hərflə, bəzən də bir kəlmə ilə fərqlənirlər. Odur ki, mahir qari olmaq istəyən kəs belə ayələrə diqqət yetirməlidir. Bu mövzuda yazılmış kitabları oxumaq da məsləhətdir. O kitablardan ən məşhuru bu 2 kitablardır. 1. Xatib Əl-İskafi, Durratut Tənzil və Qurratut Tavil. 2. Mahmud Əl-Kirmani, Əsrarut Takrar fil Qur'an. 11. Qur'anı qızıl hafizə yaşında əzbərləmək. Xoşbəxt o kəsdir ki, ona ömrünün qızıl hafizə illərində bu mübarək kitabı əzbərləmək nəsib olub. Bu illər insanın təqribən 5 yaşından 23 yaşına kimi olan dönəmidir. Həmin vaxt insanın hafizəsi çox güclü olur və buna görə də o illər qızıl hafizə illəri adlanır. Odur ki, hər bir insan ömrünün qızıl hafizə illərindən səmərəli istifadə etməli, Allahın kitabından bacardığı qədər əzbərləməlidir. Peyğəmbərimizin bu xüsusda bizə buyurduğuna diqqət yetirin. 5 şey gələnədək 5 şeydən istifadə et. Ölənədək həyatından, xəstələnənədək sağlamlığından, məşğul olanadək boş vaxtından, qocalanadək cavanlığından və bir də kasıblayanadək var dövlətindən. Qur'an-ı Kərimi oxumayanların halı. Möhtərəm müsəlmanlar, bilin ki, uca Allah və onun elçisi hər bir müsəlmana dinimizin 2 əsasından biri olan Qur'anı oxumağı əmr etmişdir. Allah öz Peyğəmbərinə belə buyurmuşdur. De, mənə müsəlman olmaq və Qur'an oxumaq əmr edilib. Ən-Nəml surəsi 91-92-ci ayələr. Digər ayədə o belə buyurur. Rəbbinin kitabından sənə vəhy olunanları oxu. Əl-Kəhf surəsi 27-ci ayə. Hədisdə isə Peyğəmbər müsəlmanlara belə buyurmuşdur. Qur'an oxuyun. Bu dəlillərdən aydın olur ki, Qur'an oxumayan müsəlman Allaha və onun rəsuluna asilik etmiş sayılır. Üstəlik, onun Qur'anı tərk etməsi Allaha və onun rəsuluna olan sevgisinin olduqca az olmasına dəlalət edir. Peyğəmbərin səhabəsi Abdullah ibn Məsud bu xüsusda demişdir. Kim Allahı və onun rəsulunu sevdiyini yoxlamaq istəyirsə, qoy baxsın.
Əgər Qur'anı sevirsə, demək Allahı və onun rəsulunu da sevir. Müqayisə üçün bir neçə dünyəvi misal çəkək. Bir oğlan bir qıza sevgi məktubu yazır. O qız da ona bir müddət sonra məktubla cavab verir və məktubunda ona öz istəklərini bildirir. O gənc qızın məktubunu dərhal açıb oxuyur və onun istəklərini diqqətlə nəzərdən keçirir. Sonra da o istəkləri yerinə yetirmək üçün əlindən gələni edir. Məktubu da əzizləyərək ürəyinin başında saxlayır və darıxanda açıb onu təkrar-təkrar oxuyur. Sevgilisinin məktubundan həzz alır. Bəs Allahı sevdiyini iddia edən müsəlman onu yaradan və ona ruzi verən qüdrətli Allahın göndərdiyi risaləni açıb oxuyurmu? Allahın buyurduqlarını dərhal yerinə yetirirmi? O risaləni əzizləyərək hər şeydən uca tuturmu? Bu risaləni oxuyub ondan həzz alırmı? Qəlbi rahatlıq tapırmı? Yoxsa onun Allaha olan sevgisi sadəcə dilindədir? Adam vəzifə sahibidir, işləri qaydasında gedir, çoxlu pul qazanır, gün güzaranı da yaxşı keçir. Günlərin bir günü rəhbərlikdən ona məktub gəlir. Adam dərhal o məktubu açır və həyəcanla məktubda buyurulanları oxuyur. Sonra da köməkçilərini çağırıb məktubla bağlı məşvərət edir. Onlardan məsuliyyət daşıdıkları işin hesabatını hazırlamağı tələb edir. Özü də buna ciddi nəzarət edir və nəhayət hazırlanmış sənədləri götürüb təlaş içində rəhbərlik qarşısında hesabat verməyə gedir. O belə edir ki, onu vəzifədən kənarlaşdırmasınlar, yaxud uzun illər yığdığı mal dövləti əlindən almasınlar, yaxud həbs etməsinlər. Ritorik bir sual verək. Bu adam ona göndərilmiş məktubu açmayıb rəhbərinə tabeçilik göstərməməyə cürət edə bilərmi? Bəs necə olur ki, özünü müsəlman hesab edən, onu yaradan və ona ruzi verən uca Allahın bəşəriyyətə göndərdiyi risaləni açıb oxumur? Məgər bu risalədə buyurulanları yerinə yetirmədiyinə görə o narahat olmur? Qiyamət günü Allahın hüzurunda haqq hesaba çəkiləcəyi barədə düşünmür? Allaha itayət etmədiyinə görə cəhənnəmlik olacağından qorxmur? Yoxsa onun Allaha olan sevgisi sadəcə dilindədir? Universitetdə oxuyan tələbə uzun illər gecə-gündüz saysız-hesabsız kitablar oxuyub hazırlaşır ki, imtahandan kəsilməsin, təhsilini müvəffəqiyyətlə başa vurub diplomunu alsın, sonra da o diplomla özünə iş tapa bilsin. Bəs necə olur ki, həmin insan onu yaradan və ona ruzi verən qüdrətli Allahın göndərdiyi bircə kitabı oxuyub, qarşıda onu gözləyən ən böyük imtihana, Allahın hüzurunda çəkiləcəyi haqq hesaba hazırlıq görmür? Niyə əbədi səadətə qovuşmaq, cənnətlik olmaq üçün səy göstərmir? Qoy hər kəs vicdanla özünə bu sualları versin və cavablarına müvafiq olaraq özünü islah etməyə səy göstərsin, səmimi olub Allahdan yardım diləsin. Qur'an oxuyuramı? Oxuduqlarım barədə düşünürəmmi? Qur'andakı əmrlər və qadağaları yerinə yetirirəmmi? Öyrəndiklərimi başqalarına öyrədirəmmi? Son söz. Əziz müsəlmanlar, unutmayın ki, bizə hidayət verən və bizi doğru yola yönəldən yalnız Allahdır. Odur ki, onun əmrinə itayət edərək Qur'andan möhkəm yapışmalıyıq. Bu xüsusda Qur'anda belə buyurulur. Hamınız Allahın ipindən möhkəm yapışın və firqə-firqə olmayın. Ali İmran surəsi 103-cü ayə. Burada ip deyildikdə Qur'an qəsd edilir. Hədisdə də deyildiyi kimi, bu Qur'an bir ipdir. Onun bir ucu Allahın əlində, digər ucu isə sizin əlinizdədir. Elə isə ondan möhkəm tutun. Siz ondan möhkəm tutduqca əsla zəlalətə düşməz və heç vaxt həlak olmazsınız. Səhabələr bu ipdən möhkəm tutduqlarına görə zəlalətə düşmədilər. İmam Malik onları nümunə çəkərək demişdir. Bu ümmətin əvvəlinciləri nəyin vasitəsilə islah olmuşlarsa, axırıncıları da yalnız onun vasitəsilə islah ola bilərlər. Sonda hamımız üçün Allaha dua edib deyirik. Allahım, sənə özünə verdiyin, yaxud kitabında nazil etdiyin, yaxud yaratdıqlarından kiməsə öyrətdiyin və ya öz yanında olan qeyb elmində saxladığın özünə aid olan hər bir adla yalvarırıq ki, Qur'anı qəlbimizin baharı və köksümüzün nuru edəsən, üzüntümüzün aradan qalxması və kədərimizin getməsi üçün səbəb edəsən.